Salamlar hər kəsə. Növbəti ümumi sınaq izahı ilə qarşınızdayam. Əgər izah yararlı olarsa, mütləq şəkildə izahımızı bəyənib, rəy bölməsində öz dəyərli fikirlərinizi bizlərlə bölüşməyi unutmayın. Başlayaq. Kinin bağlayıcı kimi işləndiyi cümləni göstərin. Burada elə variantlarda da bir neçə nüansla qarşınızdayam ki, sizi nə çaşdıra bilər. İlk olaraq buradan başlayaq. Ki bitişi yazılırsa əsla bağlayıcı ola bilməz. Heç ədat da ola bilməz. Mütləq ədat və bağlayıcı funksiyasında ayrı yazılmalıdır. Daha sonra görsəz ki, kinin solu da, sağı da eyni cümlənin təkrarıdır. O hökmən nədir? Ədatdır. İstisna yoxdur. Görsəz ki, cümlənin ən sonundadır. O da 100% ehtimalla nədir? Ədatdır. Yəni fikri bitirən yerə qoyublarsa kini 100% ədatdır. Bunun da istisna halı yoxdur. Görsən ki, sözə, nə bilim birləşməyə, mürəkkəbada fərq etməz. O tiplərə qoşulub 100% ədatdır. Cavabımız olacaq nəhayət D variantı. Görsən ki, solunda da, sağında da müxtəlif cümlələr qoyulub, o zaman 100% ehtimalla istisna belə olmadan bağlayıcı sayılır. Fikir versən, bağlayıcı daha rahat oldu. Bir yeri var da, o tərəfində də, bu tərəfində də müxtəlif cümlələr olsun. Amma ədat biraz genişdir. Ədatlarda müxtəlif tiplər oldu. Sonda gələrsə ədatdır, sözə qoşularsa, birləşməyə qoşularsa, mürəkkəbada qoşularsa, eyni cümlənin təkrarının arasında gələrsə, bunların hamısında funksiyası ədatdır. Olsun da elə sən bağlayıcı funksiyasını öyrən, bil ki, yerdə qalan ayrı yazılanlar ədat sayılır. Təbii ki, kilər başqa harda var? Modalların içində var. Məsələn, əlbəttə ki, bu formada yaza bilərlər. Daha sonra tabelilik bağlayıcılarından, məsələn, buna görə ki, ona görə ki, o tiplər də var. Amma onu da bir zəhmət əzbərləyin, tanıyın ki, oradakı kilər, məsələn, modalın içindəki ki, bu mövzuya aidiyyatı yoxdur. Gələk 2-yə. Hansı cümlədə tərzi hərəkət zərfliyi feili bağlama ilə ifadə olunub? Tərzi hərəkət zərfliyi feili bağlama ilə ifadə olunub. Qəşəng sualdır. Baxaq, ev sahibi sevinə-sevinə bizi otağa dəvət etdi. Biz kəndə çatanda Xədicə ilə qarşılaşdıq. Səttərxan Təbrizə gələndən sonra heç yana çıxmamışdı. Çox bilib az danışmaq müdriklərə xasdır. Mənzilə yaxınlaşdıqca həyəcanlanırdım. Deməli, feili bağlama istəyirəm. Biri var sizdən feili bağlama tərkibi istəyim. Biri var feili bağlama istəyim. Bu ayrı-ayrı cavablar deməkdir də. Yəni, ayrı-ayrı sual tiplərinə verilən cavablar olacaq. Mən məhz burada tərkib istəməmişəmsə, yeni götürə bilmərsən. Məhz feili bağlama istəyirəm. Cavab A variantı. B-də də feili bağlamanın tərkibidir. C-də ümumiyyətlə feili sifətdir. An üstəgəl dan var burada. Yəni feili sifət üstəgəl çıxışlıq var. D-də də ümumiyyətlə nə var? Məsdər var. Həm də zərfli deyil axı bu, mübtədadır. Cavabımız olacaq A variantı. Daha doğrusu D-də məsdər var dedim. D-də məsdər tərkibi var və o cümlədə o xırda nüans belə gözdən qaçmamalıdır. 3. Hansı cümlədə feili sifət tamamlıq vəzifəsindədir? Nə maraqlı idi söylədikləri? Gördüm ki, burada nədir? Mübtədadır. Həyatın yazılmamış qanunları var. Var predikativ sözdür. Həyatın qanunları da 3-cü növ təyinin söz birləşməsi olduğuna görə bir yerdə götürülür və burada da görürəm ki, həm də hər şey bir yana mübtəda funksiyasındadır. Dahilərin dedikləri nəticə çıxarmaq üçündür. Nə dahilərin dedikləri? Gördüm ki, feili sifət burada tərkibi var və mübtəda funksiyasındadır. Yatmışları razı deyiləm kimsə oyatsın. Cavabımız oldu D variantı. Yaranmış vəziyyətdən hamı narahat idi. Nədən vəziyyətdən? Hansı vəziyyətdən yaranmış? Cavabımız oldu D variantı.
Məsələn, C-də desəydim ki, dahilərin dediklərini qulağımda sırğa etdim. O zaman cavabımız yenə olmazdı. Nə olsun ki, dahilərin dediklərini tamamlıqdır. Məhz dahilərin dediklərini fe'li sifət yox, fe'li sifət tərkibidir deyə yenə də götürə bilməzdim. Cavabımız oldu 3-də D variantı. Düzəltmişdim sözü ilə bağlı səhvi müəyyən edin. Buranı biraz diqqətli şəkildə işləyək. Çünki qaza gələ bilərik. İlk olaraq hər ehtimal mən özümü qarantiyaya alım, bir müdaviməm tutaq ki, nə edə bilərəm. Bunu indidən kök və şəkilçiyə ayırım. Kökü hansı nitq hissəsidir ona baxım, qeydimi aparım ki, sonra qaza gəlməyim. Bu formada kök şəkilçiyə ayırırıq. Ümid edirəm ki, razısınız məndən. Düzdən düzəlmək, düzəltmək, miş zaman di hissəci m şəxs sonluğu. Və sözün kökü də düz sifətidir. Çünki ağ əl fe'lə qoşulmur, sifətə qoşulan leksik şəkilçidir. Əla, bunu da tapdım. Görək bizə nə istəyir? Səhvi. İdi hissəciyi var, bayaq dedik ki, var. Düzəltmə fe'ldir, təsdiqdədir. Xəbər şəklində keçmiş zamandadır. Bax, buna görə bildim. Zaman varsa sözdə o mütləq xəbər şəklidir. Sözdə bir leksik şəkilçi var, səhvdir. Cavab D variantı. Fe'ldən düzəlmiş fe'ldir. Ən son leksiki silək, görək düzdürmü, səhvdirmi? Ən son leksiki silsəm görərəm ki, həqiqətən də fe'ldən fe'l düzəltmişdi bu. Bu da nədir? Doğru fikir. Cavabımız oldu 4-də D variantı. Əziz müdavimlər, izahlar yararlı olursa bəyənməyi, paylaşmağı unutmayaq. Bizim sınaq qrupu, təkrar qrupu, tam sıfırdan qruplar, ürəyiniz hansı qruplar istəyirsə ödənişli qruplara keçid edə bilərsiniz. Bundan əlavə ödənişsiz qruplar da var ki, biz hər təbəqəni, hər kütləni nəzərə almalıyıq. Ödənişsiz də ürəyiniz istəyən qədər qruplar var. Ödənişli, ödənişsiz, hansında rahatsızsa, hansını ürəyiniz istəyirsə 055 527 25 99 menecer nömrəsinə mütləq şəkildə yazın. İzahda yararlıdırsa bəyənməyi unutmayaq. Hansı cümlədə fe'l 3-cü şəxs şəkilçisi ilə işlənmişdir? Təbii ki, bunun üçün axırlara baxaq da şəxs sonluğu işlənirsə axırlara baxmalıyıq. Bunlara baxıram və fe'l deyir. Bu fe'l deyil. Bu da fe'l deyil. Əla. Aldırmaq. Fikir ver, dırdan sonra maq qoyursansa o şəxs sonluğu deyil, leksik şəkilçidir. Bu da çıxdı. Cavab Y variantıdır. Almışdır. Fe'l, bax öz deyir şərtdə fe'l 3-cü şəxsin şəkilçisi ilə işlənib. Niyə B olmaz? Çünki orada dır deyil. Sən demə orada ırdı. Bax, kök şəkilçiyə ayıranda bu formada yadda saxla. Ümumiyyətlə dır, dir, dur, dürü tır, tir, tur, türlə əvəz eləyə bilirsənsə, yaşatır deyə bilirsənsə, bil ki 100% orada bu formada 2 dənə şəkilçi var. Biri leksik, digəri isə qrammatik olur. Belə əziz müdavimlər, ümid edirəm izahlar yararlı olur. Əgər yararlı olursa və qəbul gününə qədər mütəmadi olaraq bu tiplərdən yararlanmaq istəyirsinizsə, bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun, görüşənədək.